Hello everyone, I hope you're doing great. Bugünkü mövzumuz tarixlər olacaqdır. Necə? Bugünün tarixini deyə bilərik. Ona öyrənəcəyik. Bunun üçün bizə sıra sayları lazımdır. Sıra saylarına gəlin bir-bir diqqət yetirək. First, birinci deməkdir və bunu əgər yazırsınızsa, o zaman gördüyünüz kimi bir yazıb yanına ST şəkilçisini qoşacaqsınız. İkinci second, third, fourth, fifth. Gördüyünüz kimi five qətiyyən demirsiniz. Çox uşağın, çox tələbənin səhvi burada olur. Sıra saylarını düzəltmək üçün bizə TH şəkilçisinə ehtiyac yaranır. Deməli, burada görürsünüz TH sonluqları. Hamısında TH sonluqlarıdır. Amma burada yenə yazılışlara diqqət edin. 9 yazılır, amma sıra sayına çevrildikdə gördüyünüz kimi sondakı i olmayacaqdır. Digərlərdə yenə həmin qaydada davam edir. İndi gəlin necə biz ayın tarixini deyərik, ona baxaq. Deməli, ayın tarixi demək üçün birinci onu soruşaq. Bugün ayın neçəsidir? Bunu necə soruşacağıq? Bunun üçün deyəcəyik, what is the date today? What nə deməkdir? Date də tarix deməkdir. Tarix, görüş, hətta xurma mənası da var. Today də bugün deməkdir. Yəni, bugün tarixi nədir deyə soruşulur. Bunu iki cür demək olar. Birinci, biz ayı birinci deyib sonra tarixi deyə bilərik. Gördüyünüz kimi burada. Ya da ki, tarixi birinci deyib sonra of və daha sonda isə ayı deyə bilərik. Deməli, burada birinci qaydada ən asandır, ən rahat məncə budur. Əlbəttə sizdən asılıdır, necə istəyirsiniz elə deyə bilərsiniz. Ayın tarixindir. Yəni, burada ayın tarixi martın 10-udur demək istəyir. Birinci ay deyirik, it is March. Sonra isə sıra sayı ilə ayın tarixini deyirik. The 10th, yəni 10-udur. Və yadınızda qalsın ki, sıra saylarından öncə bu Z artiklı tələb edir. Yəni, bundan əvvəl bunu qoymaq lazımdır. Və diqqət edin, burada da var. Deməli, birinci ay deyirik, daha sonra isə onun gününü deyirik. It is March the 10th. Məsəl üçün, başqa bir tarix deyək gəlin. Deyək ki, yanvarın 5-idir. Onda necə olacaq? Yenə cümləyə it is-lə başlayırıq. It is. Daha sonra isə, indi bu qaydada deyirik. January, yanvar. Sonda isə sıra sayının gününü deyirik. 5-idir deyirəmsə. It is January Z. Mütləq Z-mizi qoyuruq. 5th. 5-incisidir. Yəni, yanvarın 5-ci günüdür. O məntiqlə deyilir. Növbəti, ikinci cür, necə bir şəkildə deyərik. Burada görürsünüz sıra sayını birinci deyirik, sonra of, sonda ayın tarixi. Martın, elə bir bu 10, of daha doğrusu in şəkilçisidir, in şəkilçisi, bizim yelək halımız. Martın 10-cu günüdür. Yəni, tərcüməsi belə çıxır. It is the 10th of March. Yenə gəlin bu yanvarın 5-idirini özümüz düzəldək. It is-lə başlayırıq cümləyə. Yəni, tarixi deyəndə, hava proqnozunu deyəndə, saatı deyəndə cümləyə it is-lə başlanır. Yəni, çox zaman başlanğıcı vermək istəyirsinizsə, it is-lə deyəcəksiniz. It is, sonra Z, 5th, yəni 5-ci günüdür, of January. Belə. Bu qədər. Yəni, bu kitabda da Oxford Word Skills sarı üzlü kitabdır. Buradan da baxa bilərsiniz bu sıra saylarına. Ordinal numbers deyilir buna. Və burada da gördüyünüz kimi bütün days of the week, yəni həftənin günləri. Həmişə of olan ifadələri ikinci tərəfdən başlayın tərcüməyə. Həftənin günləri. Monday, Tuesday, Wednesday və belə ardıcılıqla hər bir günü yazılıbdır. Months of the year, ilin ayları. Months, aylar. Burada hamısı var və seasons, fəsillər. Spring, summer, autumn, winter. Bir dənə payız fəslini biz fall kimi də görə bilirik. Fall tərcüməsi həm düşmək deməkdir, həm də payız deməkdir. Bunu belə yadda saxlaya bilərsiniz ki, payızda yarpaqlar axı yerə tökülür. O məntiqlə yadda saxlaya bilərsiniz. And special days, xüsusi günlər. Və bunu da yadda saxlayın ki, days and months, yəni aylar və günlər capital letter, yəni böyük hərflə yazılır. Cümlənin harasına gəlməsinə asılı olmayaraq. Öndə də gələ bilər, ortada da harada gəlir gəlsin, hər zaman böyük hərflə yazılır. Ümid edirəm, faydalı bir dərs oldu sizin üçün də. Görüşərik.